Səhih Buxari Dar İbn Kəsirdə çap olunmuşdur, Dəməşqdə, Beyrutda da çap olundu. 1040-cı səhifəsində Kitabul Məğazi 64-cü kitabda. Burada da deyir, Həzrəti Zəhra sallallahu əleyha ki getdi Əbu Bəkirdən tələb etdi mirasın, o da vermədi. Ondan sonra yazır ki, Həzrəti Əli əleyhissalam Həzrəti Zəhranı şəhadətə çatandan sonra apardı, gecə vaxtı dəfn etdi və Əbu Bəkirə izin vermədi ki, üstündə hazır olsun. Deyir, vələm yəkun yubəyyəu tilkələşur. 6 ay Həzrəti Fatimə Zəhra sallallahu əleyha Əbu Bəkirlə ki danışmadı, onunla əlaqəsini kəsdi. Deyir, vələm yəkun yubəyyəu tilkələşur. Həmən 6 ayı nə Həzrəti Zəhra beyət elədi Əbu Bəkirlə, nə də ki İmam Əli əleyhissalam beyət etdi. Görün, bu Vahabilər, nə deyim axı bunlara mən? Bu insanlar elə fırladırlar sözü ki, heç güya belə bir işlər olmuyubdu tarixdə. Qardaş, sənin Səhih Buxarın deyir ki, beyət etmədi Həzrət Əli əleyhissalam Əbu Bəkirə. Həzrəti Zəhra beyət etmədən dünyadan köçü. Sən deyirsən ki, yox, çıxardılar, etiraz elədilər, halbuki heç kəs etiraz eləmədi.